Bugün sizlərlə beaucoup sözü haqqında öyrənəcəyik. Deməli, biz adətən fransız dilini öyrəndiyimiz zaman, cümlədə işlətdiyimiz zaman bu sözü daha çox cümlənin axırında işlədirik. Yəni, je mange beaucoup şəklində istifadə edirik. Ancaq bu düzgün variant deyil. Daha düzgün variant iki feilin arasında işləndiyi zamandır. Yəni, je beaucoup mange bu şəkildə, həmçinin nous avons beaucoup voyagé şəklində istifadə edirik. Yəni, fransızcada beaucoup kimi miqdar zərfləri mürəkkəb zamanlarda adətən köməkçi feildən sonra gəlir. Yəni, birinci feil işlədirik, daha sonra beaucoup, daha sonra ikinci feil işlədirik. Ancaq konkret bir şeyi əgər vurğulayırıqsa, o zaman feillərdən sonra işlədə bilirik beaucoup sözünü. Bu nə zaman olur? Məsələn, je mange beaucoup de chocolat. Yəni, beaucoup de plus əgər isim olursa, isim gəlirsə, əgər biz burada artıq cümlədə şokolad sözünü vurğulayırıq. Yəni, mən nədən çox yedim? Şokolad çox yedim. Bu zaman je mange beaucoup de chocolat bu şəkildə istifadə edirik. Deməli, ümumi çoxluq olduqda je beaucoup mange şəklində deyirik. Yəni, je mange beaucoup deyil də, je beaucoup mange şəklində istifadə edirik. Ancaq konkret əgər bir ismi vurğuladığımız zaman isə je mange beaucoup de chocolat şəklində istifadə edirik.